Olduğu kimi ötən həftə Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında diqqət mərkəzində olan görüş keçirildi. Görüş zamanı Vladimir Putin tərəfindən çox mühüm və gözlənilməz açıqlamalar verildi. Belə ki, o, Akta faciəsinin məsuliyyətini rəsmi şəkildə qəbul etdi və hadisənin qurbanlarına kompensasiya ödəniləcəyini bəyan etdi. Bu, Moskvanın uzun müddətdir susqun qaldığı məsələni açıq şəkildə etiraf etməsi deməkdir. Bəs vətəndaşlarımızın Putin-Əliyev razılaşmasından hansı gözləntiləri var? İki dövlət arasındakı gərginlik geridə qaldımı? Azərbaycan müstəqil dövlətdir. Dövlətimizdə özünün müstəqil siyasəti var. Doğrudan da Cənab Prezidentin prinsipal mövqeyindən sonra Rusiya nəhayət ki, öz səhvini etiraf elədi və şərtlərin hamısını ödəməyə söz verdi. İndi bu verdikləri sözlə nə qədər əməl eləyəcəklər, onu demək olmaz. Amma ümumiyyətlə Rusiya böyük dövlətdir, qonşu dövlətdir. Onlarla bizim münasibətimiz normal, qarşılıqlı müstəqilliyə hörmət əsasında beynəlxalq qanunlara uyğun olmalıdır. Kaş Putinin verdiyi və də əməl eləsin. Bir balaca məndə şübhə var, açığı deyim ki, o tam əməl eləyə bilər. İndi biraz vəziyyətləri çətin deyə ola bilsin ki, güzəşt etməyə hazırdır, məcburdur. Mən elə düşünürəm ki, cənab prezidentimizlə Putinin görüşməsi münasibətləri hər hansı bir formada yaxşılaşdırmayacaq. Müvəqqəti olaraq bir dövr üçün kölgələyəcək əvvəlki kimi. Nə Rusiya Azərbaycana qarşı olan aqressiv münasibətlərindən əl çəkən deyil, necə də Azərbaycan özünü müdafiə eləməkdən əl çəkən deyil. Rusiya hər hansı bir formada Azərbaycana qarşı müsbət bir addımı məcbur olmadan atmaz. O Azərbaycanla barışmağa məcbur idi ki, bu münasibətləri bu səviyyəyə gətirib çıxartdı. Əks halda Rusiya Azərbaycana qarşı münasibətləri nə düzəlməyib, nə də düzəlməsi mümkün deyil. Mən inanmıram ki, o gərginlik tamamilə geridə qalsın. Mən ömür boyu bir insan kimi, bir Azərbaycanlı kimi Rusiya və Putinə heç vaxt sağ ol demərəm. Ona görə yüz illərlə bizim qanımızı onlar töküblər. Onların hesabına ermənilər köçürüldü. Hamının bildiyi şeylərdir bunlar. Onların hesabına Dağlıq Qarabağda ermənilərə məkan yaradıldı və bizim qanımızın hesabına oldu. Ancaq mən Tanrıdan arzum ondan ibarətdir ki, Tanrı bu gününə şükürlər olsun. 270 ildən sonra artıq Rusiyanın dizləri yerə dəyməkdədir. Rusiyanın dizi torpağa nə qədər yaxınlaşsa, istər Qazaxlarla, istər bizlə o qədər münasibət yaxşı olacaq. Biz özümüzə uğurlar arzuyaq və Rusiya onu arzulayaq ki, bu qədər xalqları istismar eləyib, onun Ukraynada başa çox qarışsın və ondan sonra bizə güzəştə çox gedəcək. Azərbaycanla da bəli, münasibətlər mənim düşündüyümə görə üzr də təzdən bir də üzr istəyəcək, kompensasiya yenə də ödəniləcək və əvvəlki münasibətlərə qayıdılacaq. Yəni münasibətlər yumuşalacaq. Amma Rusiyanın yenidən Qafqazda hökm sürməsi, parçalanması və yenidən o hakim bir qüvvəyə çevrilməsi bu mümkün deyil. Bu heç cürə mümkün deyil. Çünki Azərbaycan artıq bilirsiniz ki, dünyada artıq siyasəti ilə, iqtisadiyyatı ilə tanınan ölkədir. Putinlə görüşməkdə, bəli, bizim prezidentimiz, liderimiz ona nail oldu ki, bəli, sübut elədi ki, biz siyasətdə yanılmırıq və onları başa saldı ki, yəni siz xalqdan üzr istəməlisiniz, kompensasiyanı da ödəməlisiniz. Və Putin də artıq dərk elədi ki, bəli, biz bununla hesablaşmalıyıq. Yəni bu da bizim prezidentimizin çox böyük uğurudur. Artıq bu dünya səviyyəsində böyük uğurudur ki, bəli, nəhayət bir dövlətin başçısını başa saldı ki, biz varıq, bizim dövlətçiliyimizi heç kim xəyanət edəməz. Gərginlik geridə qaldı mı sizcə? Bu bir müvəqqətidir, tədricən aradan qalxa bilər.